Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə nə qədər dövlət rüsumu təyin olunub? Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkədə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi 20 iş gün ərzində verildikdə və ya müddət uzadıldıqda 3 ayədək 350 manat, 6 ayədək 600 manat, 1 ilədək 1000 manat, 15 iş gün ərzində verildikdə və ya müddət uzadıldıqda 3 ayədək 500 manat, 6 ayədək 700 manat, 1 ilədək 1200 manat, 10 iş günü ərzində verildikdə və ya müddət uzadıldıqda isə 3 ayədək 700 manat, 6 ayədək 900 manat, 1 ilədək 1400 manat məbləğində dövlət rüsumu nəzərdə tutulmuşdur.